Bugün yine üniversitedeyim. Ve saçımı yığacaktım. Dedim niye video çekmirəm? Yine proyekt təhvilinə yaxın olan vaxtlardır. Gələn həftə ssenari təhvili var. O ssenari təhvilindən sonra individual olaraq yəni işləməliyik. Məhsul hazırlamalıyıq. Desəm ki, sizi qorxuram. Nətər eləyəcəyimdən, çünki heç bir fikrim yoxdur, yəni. Saçım yaxşı olur elə ki. Yes, bir alternativ tapmalıyam. Mən də o alternativi taparaqdan rayno öyrənməyə başladım. Və o raynonu öyrənməkdə, yəni, çox da qısa vaxt tələb eləmir, uzun vaxt tələb edir, biraz belə üstündə falan. İşləməlisiniz, daha yaxşı öyrənməyə çalışmalısınız, çünki texniki proqramdır. Və texniki proqramlar biraz daha mürəkkəb olur. Hazırda olduğum dərs Trend Forecasting and Strategic Innovation dərsidir və bu dərs əslində biraz misal üçün brand olması üçün ya da bir brand məhsul çıxarsa o məhsulu populyarlaşdırmaq üçün misal üçün nə edirsən, nə trend analiz edirsən, necə trend analiz edirsən, desk research nədir və s. bununla bağlı bir dərsdir. Biraz dərslər yorucudur, çünki innovation, məsəl üçün bu həftə full day universitetdəyəm. 5-ci gün əslində mənim dərs günüm deyil, amma və lakin qrup yoldaşlarım, çox möhtəşəm, gözəl, qəşəng qrup yoldaşlarım görüşəcəklər çox güman ki, çünki gələn həftə deadline'dır və mən bu 6-cı gün Salone del Mobile Bergamo'da 2 versiyasında olacağım. Əslində gəlməliyəm 5-ci günü. Ən azından danışarıq və layihə üzərində də belə offline üz-üzə bir proses həyata keçirə bilərik. Görüşüb, danışıb, baxacaq neyərik. Bu arada makyaj falan eləməmişəm çünki səhər vaxtım olmur. Çünki hazırda gəlmişəm, heç kim yoxdur da. Əslində olmalıdırlar. Yəni, bu saatdan etibarən gəlməyə başlayır uşaqlar. Bugün review günüdür. Mən biraz dərsdə tez gəlirəm və otururam burada. Nə edirəm? Rayno tutorial edirəm. Bəli. Mən oxum deyil. Amma bu notebookun da ürəyi yavaş-yavaş gedir uşaqlar. Telefonumu göstərim sizə. Burasını qırmışam. Üzlük də yoxdur ona görə. Və onu da dəyişməliyəm. Yəni, dəyişməli olan çox şey var, əziz, gözəl insanlar. Siz necəsiniz, siz nə edirsiniz? Danışım, biraz da mən qulaq asım. Çünki çoxu mən danışırım, siz mən qulaq asırsınız. İndi sizə şey göstərəcəm, açım. Bizim bugün review'umuz var dedim, saat deyəsən 10 neçədədirsə. Trend Forecasting, bunu da soruşalım. Personas. Üç tane personadır ve onlara ait. Big thanks. Yes. Belə. Əziz və gözəl izləyicilərim, hal-hazırda mən gedirəm biraz, həm anama zəng edəcəm, mama ilə danışım, həm bilmirəm. Yeni raynoya başlayacağım. Biraz da çay içim. Bisküvitim var burada. Şurada bisküvitim və çayım. Bunları nuş edeyim. Gün içində evə tez getsəm, online görüşdə olduğumuz zaman sizə də video çatdıracağım, söz verirəm. İndi getdim, sizi öpürəm. Kanalıma abunə olmağı unutmayın, tamam mı? Yanınızdan çıxmasın. Bye bye. Yəni sizə çantamda nə var göstərim? Bir tələbənin çantasında nə olar? Deməli, bu var, bu mənim kompüterimdir. İçində kompüter, zərtqışınır və s. Rəngli flamaster, rəngli karandaş,
qulaqcıq. Bir ədəd gigiyena çantası və bu da darağı. Bu qulaqcığın zaryadka şnuru, əl kremim, bu da telefon zaryadka şnuru. 2 ədəd karandaş, sadə gələm ya da iPad'in zaryadkası, kompüterin zaryadkası, zaryadka şnuru, pozan. Sizi onsuz da iPad çəkir, ona görə onu saymıyorum. Bu mənim pul kisəm, salfetka, pasport. Gigiyenik gel, əl təmizləmək üçün salfetka. 2 ədəd qələm və D vitamini. Hər dəfə yanımdan çıxmama görə hər də eyni qalır. Bu qədər. Çantam olmuşdu. Məni biraz uzaqdan izləyin istəyirsiniz preparation hissəsini. Necə edirəmsə, qoyaq ki, məni izləyəsiniz. Mən bu sinifdə lap əvvəl məncə olmamışam. Yəni lap əvvəl, bundan əvvəlki ildə falan. Amma buraların mənzərəsini çox bəyənirəm. Yəni buradan görünən mənzərəni sizə bir göstərim. Panorama. Çox yuxum gəlir, dəhşət. Dəhşət yuxum gəlir, amma dərs eləməliyəm, yəni. Səhər tezdən də bunu eləməsəm, mənimlər gələndə bir də necə eləyəcəm bilmir, ona görə eləmə məcburiyyətindəyəm, elə düşünün. Bu vlogları da çəkirəm, çox güman ki, bir 2 həftə sonra falan bu vloglar gələcək. Çünki bu həftə deyil, gələn həftədən etibarən editləməyə başlayacağım. Amma bu desəm ki, bir 2-3 stok video editləyim, elə paylaşım. Çünki belə bir abr oluram, yəni. Hər dəfə sizə gələcəm deyə gələ bilmirəm. Çox yoruluram, yuxum gəlir, dəhşət, gözlərim içi qızarır falan. Falan, mən skeç eləməyi unutmuşam. Çox unutmuşam özdə, yəni. Amma nəysə. Görüşərək deyim. Gedim biraz dərs edeyim. Öptüm sizi. Good evening, dear people. Bugün merci şorbası eləyirik, amma merci və tomat pastalı merci şorbası. Tomat soslu daha doğrusu. Burada tomat pastası kimi olmadığı üçün merci soslu tomat pastası eləyirik. Daha doğrusu tomat soslu merci şorbası eləyirik. Danışım mənim. Yeməyim bişir. Blenderdən keçirəcəm. Özümə salat hazırladım. İçində nar, pomidor, iceberg kələmi, sonra qırmızı kələm, ağ kələm, qaroq, limon suyu, duz istiot və pomidor var. Bilmirəm, qarışdırdım qaroqu. Ümid edirəm ki, dadı yaxşı olar. Qaroqu normalda mən salatın içində yeyirəm, Bakı salatını.
Unutdum deməyi, bir də zeytun yağı əlavə elədim. Bir düşünəydim. Yəni, narın olması fərqli bir tekstura qatıb. İndi sizə də göstərəcəm, nə eləmişəm. Görürsünüz buraları? Həmişə belə olur. Bu isə şorbadır. Normalda içine köksə qatıramam, sırf mərci şorbası eləyəndə. Kök, kartof, mərci, biraz pomidor sosu 1-2 qaşıq və isti su əlavə edirəm. Bir də çörəklərim qurub ya bugün. Belə bir şey eləmək qərarına gəldim. Bu aralar bu arada dərsim çoxdur, yəni dəhşət çoxdur. Başa düşmürəm niyə. Mesela başa düşürəm, gələn həftə bitiririk. Sadəcə ilkin qəbul eləmə mərhələsi var məndə. Başa düşürəm, qəbul eləmək istəmirəm. Sadəcə motivasiyamla tətilə çıxmağım və bir yerlərə getməyim olacaq. İndi biraz gözləyəcəm, sonra yeməyi blend eləyəcəm, sonra gedib makyajımı siləcəm, yeməyimi yiyəcəm, biraz Gossip Girl'a baxacağım, sonra gedəcəm duş almağa. Paltar yanında arxa fonda. Başqa bəlkə biraz daha Gossip Girl'a baxdım, bir də sabah dərsim var. Başqa bir şey yoxdur əslində, eləlik.